Allah eləməmiş bu qız universitetə girsə, mən tək qızı Amerikaya necə göndərim? Cəmaət nə deyər? Ata, ana! Universitete qəbul oldum özdə. Amerikaya. Oh my god! Arvad sağ ol. Sənin evli olmaq xoş idi, əyləncəli idi. Daha neyiniyək, bizə də belə alındı. Qızımız yuvamızı dağıtdı. Kəsdim. Niyə? Qızım, mən fikirləşmişdim ki, qabaqsıdan. Sən universitetə girsən, mən sənə xərcləri ödəyəcəm. Onda da mən müflis olacam. Evə ət ala bilməyəcəm. Arvadla da dalaşacam da. Sonra gözümüzü açacaq ki, hansısa sosial verişdəyik. Hansısa boşanmış bir ekspert bizə məsləhət verir. Bizə lazımdır bu. İndən elə xoşdan ayrılaq da. Ay ata, mənim bütün xərclərimi universitet ödəyəcək. Qızım, inanma belə şeylərə. Bunlar hamısı Amerikanın oyunlarıdır. Ay qızım, sən hara gedirsən? Bizim nəslimizdə indiyə qədər qürbətdə yaşayan olmayıb, Canım anam, Aha. bizim soyadımız, familiyamız neydi? Bizim familiyamız Qürbətov. Gördün, bəs deyirdin yoxdur. Ay qızım, indi bizim familiyamız Sürətov olsaydı biz Aftoş olmalıydıq.